Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə komitədən məlumat verilib. Xəbərə görə, narkotik vasitə Cənub Astara Gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya göyərti yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rengen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən gömrük nəzarətindən gizlədilən qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram xüsusilə külli miqdarda narkotik vasitə, marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.